Gəlin, evimizdəki o tanış, mürgüvuran xəz yumağına bir anlıq fərqli gözlə baxaq. Bu sakit görünüşün arxasında millilikləri əhatə edən, tanrılar, iblislər və qlobal fəthlərlə dolu epik bir hekayənin gizləndiyini bilirdinizmi? Bəli, əsas sual budur. Bugün biz məhz bu sualın cavabını axtaracağıq. Pişiyin vəhşi təbiətin tanha ovçusundan bizim divanlarımızın hökmdarına çevrilməsinin o inanılmaz səyahətini birlikdə araşdıracağıq. Hekayəmizin elə ilk fəsli əhliləşdirmə haqqında bildiyimiz demək olar ki, hər şeyi alt-üst edir. Çünki bu, insanın yox, pişiyin öz seçimi idi. Baxın, bu həqiqətən də heyrətamiz bir faktdır. Pişiklər özlərini əhliləşdiriblər. İtlərdən fərqli olaraq onlara hansısa bir işi görməyi öyrətmək mümkün değildi. Yəni ilk ev pişikləri çox güman ki sadəcə digərlərindən biraz daha cəsarətli olub insanlara etibar etməyi seçənlər idi. Onlar balalarını insanlarla bir dam altında böyütməyə cəsarət etməklə əslində öz gələcəklərini seçiblər. Bu bir fəth deyildi, bu qarşılıqlı bir razılaşmaydı. Gəlin bir anlıq bu zaman cədvəlinə baxaq. Söhbət bir neçə min ildən getmir, yox, 10 milyonlarla illik bir təkamüldən gedir. Bugün tanıdığımız o mükəmməl yırtıcının insanlıqla qarşılaşmağa hazır olması üçün nə qədər uzun bir yol keçdiyini təsəvvür edin. Həşərat yeyən kiçik bir məməlidən bizim günlərimizin ovçusuna. Həqiqətən də nəfəs kəsici bir yoldur. Və baxın, bu tərəfdaşlığın ən qədim sübutlarından biri də elə budur. Eramızdan əvvəl 1350-ci ilə aid bir Misir məzarındakı buzolaqlı pişik. Bu, tamamilə qarşılıqlı faydaya əsaslanan bir əlaqə idi. Yəni, pişiklər taxıl anbarlarını gəmiricilərdən təmizləyir, bunun əvəzində isə təhlükəsiz bir sığınacaq və bol yemək tapırdılar. Zamanla, bu faydalı əməkdaşlıq onları anbarlardan birbaşa evlərimizin içinə gətirdi. İndi isə hekayənin bəlkə də ən dramatik hissəsinə gəldik. Elə bir mərhələ ki, pişiyə olan münasibət 180 dərəcə dəyişir, müqəddəslikdən tutmuş, lənətlənməyə qədər. Bu iki şəkil əslində pişiyin bütpərəst dinlərdəki o heyrətamiz yüksəlişini göstərir. Bir tərəfdə Misir. Burada onlara ilahi varlıqlar kimi pərəstiş edir, hətta fironlar kimi mumyalayırdılar. O biri tərəfdə isə minlərlə kilometr uzaqda, soyuq Skandinaviyada onlar o qədər güclü hesab olunurdular ki, sevgi və məhsuldarlıq ilahəsi Freyanın arabasını çəkirdilər. Təsəvvür edirsiniz? Amma bu pərəstişin çox qaranlıq bir tərəfi də var idi. Məbəd kahinləri deməli yüz minlərlə gənc pişiyi sırf tanrılara qurban vermək üçün yetişdirib öldürürdülər. Onlar üçün bu ibadət idi. Pişiklər üçünsə əsl qırğın. Və beləcə pişiyin qızıl dövrü sona çatdı. Orta əsr Avropasında kilsə pişiyi şeytanın özü elan etdi. Qorxu, xurafat, bütün bunlar onların az qala kökünün kəsilməsinə səbəb oldu. Dünənki tanrı bugün iblisə çevrilmişdi. Lakin pişi təslim olan deyil. Təqiblərdən sonra onun növbəti böyük sərgüzəşti başladı. Dənizləri aşmaq və insanın dünyanı kəşf etməsində əvəzsiz bir tərəfdaş olmaq. Bu fotoya bir baxın. Gəmi pişiyinin o klasik obrazı. Yüzillər boyu uzun dəniz səyahətlərində onlar sadəcə şirin bir yoldaş deyildilər, yox. Onlar həyati vacib bir rol oynayırdılar. Gəmini, ərzağı, hətta dənizçilərin canını xəstəlik yayan gəmiricilərdən qoruyurdular. Onlar komandanın əsl üzvü idilər. Bu siyahı əslində pişiyin qlobal fəthinin miqyasını çox aydın göstərir. İnsan hara gedibsə, pişik də onunla birgə gedib. Roma gəmiləri ilə bütün Avropaya yayıldılar. Puritanlarla birlikdə Şimali Amerikaya çatdılar. Hətta məhkum gəmiləri ilə Avstraliyaya qədər gedib çıxdılar. Dünyanın demək olar ki, hər bir küncünə bizim səyahətlərimiz sayəsində çatdılar. Yaxşı, indi isə gələk müasir dövrə. Bu mərhələdə pişik artıq sadəcə faydalı bir heyvan deyil, əsl mədəniyyət ikonasıdır. Hər şey sənətkarların pişiyin o sirli, müstəqil ruhunu kəşf etməsi ilə başladı. Baxın, Teofil Stenlinin bu məşhur Le Chat Noir, yəni qara pişik afişası kimi əsərlərdə pişik artıq sadəcə bir heyvan deyil, o Paris bohem həyatının, müasirliyin, azadlığın simvoluna çevrilmişdi. Kinoda isə pişik çox vaxt pərdə arxasında gizlənən o soyuqqanlı gütü təmsil edir. James Bond filmlərindəki Ernst Blofeldin qucağındakı bu ağıran pişiyini xatırlayırsınız? Onun o sakit, mürgüləyən görünüşü əslində sahibinin amansız planlarını gizlədən bir maska kimidir. Təhlükənin sakit simvolu. Və əlbəttə ki animasiya. Bax, burada pişik əsl super ulduz oldu. Tom və Jerry kimi əfsanələr, nəsillər boyu davam edən o bitməyən təqiblər, gülməli macəralar, onlar milyonların qəlbini fəth edərək pop mədəniyyətinin ayrılmaz bir hissəsinə çevrildilər. Yaxşı, bütün bu epik hekayəni gətirək günümüzə. Düz qucağımızda oturan o pişiyin biologiyasına və davranışına.
Çünki bütün bu tarix hələ də onun damarlarında axır. 300 milyon. Bu bir pişiyin beyin qabığındakı neyronların sayıdır. İndi təsəvvür edin ki, bu rəqəm bir itin beynindəkindən demək olar ki, 2 dəfə çoxdur. Bu, onların dünyanı necə mürəkkəb şəkildə qavradığını və zəkasını göstərir. Yəni, onlar sadəcə sevimli deyil, həm də çox ağıllıdırlar. Bu isə demək olar ki, təkamülün bir möcüzəsidir, düzəlmə refleksi. Pişik yıxılanda saniyənin çox kiçik bir hissəsində nə baş verir? Daxili qulağı dərhal vəziyyəti anlayır, başını fırladır, sonra bədənini, belini elə əyir ki, enişdə zərbəni minimuma endirsin. O məşhur pişiklər həmişə 4 ayağı üstə düşür deyimi var ha, bax o, anadan gəlmə bir super gücdür. Bu kəskin baxışa bir nəzər salın. Əsas məqam budur. Nə qədər əzizləsək də, istənilən ev pişiyi özündə milyonlarla illik təkamülün mirasını daşıyır. O, hələ də təsirli bir ovçudur. Və beləliklə 10 min ildən sonra bu düşündürücü sualla baş-başa qalırıq. O, hələ də sadəcə evimizdə yaşayan bir vəhşi heyvandırmı? Bəlkə də biz onları heç vaxt tam əhliləşdirməmişik. Bəlkə də onlar sadəcə bizimlə yaşamağa razı olan vəhşi təbiətin elçiləridir. Nə düşünürsünüz?